Salam, hər vaxtınız xeyir olsun. Bugün müəllimlərin işə qəbul imtahanında ən çox edilən səhvlərə baxaq. Əvvəlcə sualı sona qədər oxumaq, çünki cümlənin sonunda bəzən düzdür yerinə səhvdir sözünü gözdən qaçırmaq sizin balınıza təsir edə bilər. İlk tapılan cavabı işarələyib digər variantları oxumamaq, çünki bəzən ilk gördüyünüz sual, yəni variant sizə doğru kimi görünə bilər, ancaq digər sualları da oxumaq məsləhətlidir. Bir suala həddindən artıq vaxt sərf etmək. Cavabları tələsik seçmək və diqqətsizlik etmək. Ən çox edilən səhvlərdən biri də bilmədiyiniz bir sualı risk alaraq işləmək. Əgər siz risk aldığınız sualı səhv çıxarsa, bu zaman düz yazdığınız suallardan balınız çıxılacaq. Daha sonra miqdar balı necə hesablanır? İxtisasda hər bir düzgün cavab 2 baldır. Metodikada isə bir düzgün cavab 1 baldır. İxtisasda hər səhv cavab 0,5 bal çıxılır. Yəni 4 səhviniz bir düzgün cavabınız, yəni 2 balınıza təsir edir. Metodikada isə hər səhv cavab 0,25 bal çıxılır. Yəni 4 səhv cavab bir düzgün cavabınıza təsir edir, yəni 1 balınıza təsir edir. MİQ-ə hazırlaşanlara 5 vacib məsləhət. Hər gün mütləq test əldə edin. Tək oxumaq kifayət etmir. Yəni bugün məsələn 5-ci sinifi oxuyub bitirdikdən sonra həmin 5-ci sinifin testlərini işləməyiniz sizin bu zaman zəif və yaxşı tərəflərinizi önə çıxaracaq. Sualı sona qədər oxuyun. Deyildir, yalnız, istisna kimi sözlərə xüsusi diqqət edin. Məsələn, belə bir nümunə göstərim. Arxalıq təkcə qadın geyimidir. Yadakı arxalıq yalnız qadın geyimidir. Bu sual sizcə doğrudur, yoxsa yanlışdır? Təbii ki, yanlışdır. Çünki arxalıq təkcə qadın geyimi deyil, həm də kişi geyimidir. Sonra mövzuları mütəmadi təkrar edin. Təkrar etmədiyiniz məlumat tez unudulur. Məsələn, bugün 5-ci sinifi bitirdikdən sonra 6-cı sinifə və yaxud da ki 7-ci sinifə keçdiyiniz zaman 5-ci sinifi hər gün təkrar etməsəniz, bu unudulacaq. Mövzuları qarışdırmayın. Bir mövzunu tam bitirib sonra digərinə keçmək daha faydalıdır. Çünki mövzuları məsələn bir gün içərisində həm 5-ci sinifi, həm 9-cu sinifi oxusanız, bu sizin mövzuları qarışdırmanıza səbəb olacaq. Ona görə də bir sinifi tam oxuyub əzbərlədikdən sonra digər sinifə keçməyiniz məsləhətlidir. Keçmiş illərin MİQ sualını analiz edin, hansı mövzulardan daha çox sual gəldiyini öyrənin. Məsələn, 3 il qabaq tikmədən güləbətin düşübsə, deməli növbəti illərdə də tikmənin digər növləri düşə bilər. Daha sonra test mərhələsinin uğurla keçən müəllimlər müsahibəyə dəvət olunur. Müsahibə zamanı həm ixtisasdan, həm də dünya görüşünüzdən suallar veriləcək. Sertifikatlaşdırmada isə MİQ-dən fərqli olaraq 60 sualdan ibarətdir. Yəni 50 ixtisas, 10 sual isə metodikanı təşkil edir. Videonu faydalı hesab etdinizsə, bəyənməyi və kanala abunə olmağı unutmayın.